İndiki gəncliyə mənim verəcəyim məsləhətim yoxdur. Bilirsiniz hansı mənada? O mənada ki, mən nə özümü, nə də sözümü çöldən tapmamışım. Televiziya dili qızım bu saat. O ənlik kirşan deyirlər, siz bilirsiniz. Ənlik kirşanlı bir dilə çevrilib. Əzilib büzülər. Əzilib, mənim dilim kişi dilidir. Kişi kimi bir dildir. Bizim bugünkü qonağımız çox dəyərli bir insandır. Qələm əhlinin çox dəyərli ustadlarından deyərdim ki, biridir. Seyran Səxavət. Dəvətimizi qəbul elədiyinizə görə çox sağ olun, təşəkkür edirəm. İlk olaraq elə bu sualla başlamaq istəyirəm ki, müsahibəyə razılıq verəndə yaxşı mənada belə bir şərt qoydunuz ki, yaxşı suallar olsa razılıq verərəm. Elə buradan başlayaq ki, Seyran Səxavət indiyə qədər hansı sualı eşitmək istəyib, amma heç kəs o sualı verməyə cəsarət eləməyib? Deməli, söhbətimizin o birinci məsələsinə gəlim. Ona görə dedim ki, təzə suallar olsun. Əvvəla hamı istəyər təzə sual olsun. Həm də deyəsən onu sizə deyəndə xatırlatmışdım ki, indiyənə qədər 7500-dən çox intervyu vermişəm. Bəlkə məndən çox intervyu verən olmuyor. Elə bir 100 dəfə soruşsan ki, sən kimsən deyəcəm Seyranım. Düzdür, tabii ona ayrı cavab yoxdur ki. Ona görə dedim ki, belə biraz təzə suallar olsun, falan olsun. Yəni onu o mənada dedim. Mən bilsəydim ki, mən hansı sualı eşitmək istəyirəm, elə sizi niyə gözləyirdim, özümə verərdim də. Onu mən həmişə qarşı tərəfdən gözləmişəm. Mən onsuz da başdan ayağa sual işarəsindən ibarətəm. Elə insan da, Allah insanı müayən edir ki, biraz da sual işarəsi kimi yaradım. Bu uzun ömürlülərə aiddir. Yəqin sizdə də görmüşsünüz də yaşlı adamlar, lap yaşlı adamlar. Belə əyilirlər, sual işarəsini oxşuyurlar. O da, bəlkə də mən onu ondan əlaqələndirirəm ki, mənim gözəl aparıcım, o ondan əlaqədərdir ki, bəlkə də insan elə ömür boyu sualların ətrafında doğulur, sualların ətrafında yaşayır, sualların ətrafında da suallara əl edir, əlvida deyir, çıxır gedir və bəlkə də o məntiqdən insan əvvəl-axır yaşa dolmuş insanların əksəriyyəti sual işarəsini oxşuyur. Yəni, mən onu deyə bilmərəm, mən onu həmişə ətrafımdan gözləmişəm. Çünki Rusların bir yaxşı sözü var. Rus olanda nə olur? Deyir ki, kənardan daha yaxşı görünür. Zboka lучше видно. Belə bir şey. İkinci olaraq da belə bir sual ağlıma gəldi ki, müsahibələrdə ümumiyyətlə sizi nə narahat eləyir? Zəif sual eşitmək, yoxsa güclü sual qarşısında səthi cavab vermək qorxusu? Yox, mənim elə bir qorxum yoxdur. Çünki artıq bu yaşda, bu təcrübədə mən artıq qorxub qurtarmışam. Mənim qorxu limitim sıfırlanır artıq. Əksinə, mən gözlənilməz sualları xoşlayıram. Bilirsiniz, mənim balam, insanın beynində 2 milyarda qədər hüceyrə var. Kletka da deyirlər ona. Bəli. Deməli, insan ən azı 2 milyard suala cavab vermək iqtidarındadır. Əlbəttə, söhbət şuuru sıfırdan yuxarı olan insanlardan gedir. Bəli. Belə bir müsahibənizdə belə bir fikir səsləndirmisiniz ki, dağlar uçsun altında qalım, şəhər uçsun altında qalım, amma söz altında qalmayım. Sizcə yazıcı hansı anlarda sözə uduza bilir? Yazıçılar da müxtəlif cür olur da. Çox təəssüf ki, belədir. Orta yazıcı var, ortadan aşağı yazıcı var, bir də təpədən dırnağa yazıcı var. Məsələn, Yusif Səmədoğlu kimi Azərbaycan miqyasında götürsək, məsələn, Gürcüstandan Nudar Dumbadze kimi, Almaniyada çox adamın tanımadığı o Nobel mükafatı laureatlarından geri qalmayan Siegfried Lenz kimi. Əsl yazıcı heç vaxt sözə uduzmur. Həmişə söz yazıcıya uduzur. Əgər yazıcı, mənim balam, çox qəşəng sualdır.
yazıcı sözə uduzursa, deməli o yazıcı deyil, zəifdir. Elə yazıcı ondan ötürür ki, sözün təsbih kimi əlində fırlada bilsin, sözün başına oyun açsın, sözü qara qul kimi, öz istədiyi kimi işlətsin. Bayaq saydığım yazıçılar və saymadığım başqa gene böyük yazıçılar var ki, onlar sözə uduzursansa, çox maraqlıdır bu. Mənim üçün çox maraqlı oldu bu. Sözə uduzursansa, gərək hiss eləyəsən ki, sən sözə uduzmuşsan və qələmi həmişəlik yerə qoyasan. Gedib başqa işlə məşğul olasan. Aparıcı olasan, operator olasan, nə bilim, o qədər yer, dəmirçi olasan. Sözə uduzmaq olmaz, amma sözə uduzmamaq üçün də elə bir möhtəşəm, belə deyək də, elə sadə, Allah vergisi olmalıdır ki, və Allah sənə də, Allah vergi verdiyi adamları həm də dəstəkləyir. Elə birinci o vergi verməyi ilə dəstəkləyir, düzdür mü? Hə, bax belə. Çox maraqlı sual oldu, xoşum gəldi. Təşəkkür edirəm. Növbəti sualım dostlarınızla bağlıdır. Bilirik ki, mərhum sənətkarımız Fuad Poladovla da yaxın dost olmusunuz, həm də qonşuluq münasibətiniz də olub və onun belə bir fikri var sizlə bağlı. Deyirdi ki, ən ağır, dözülməz və mənəvi sıxıntılar yaşadığım anlarda onun pəncərəsinə baxıb təsəlli alıram. Və sonda belə bir fikir səsləndirir ki, Seyran mənim dostumdur. Bu sözləri söyləyəndə sevinç və qürur hissi keçirirəm. Ümumiyyətlə bir insan üçün mənəvi dayaq nöqtəsi olmaq, onun təsəlli tapdığı o pəncərəyə çevrilmək necə bir hissdir? Necə bir duyğudur bu? Necə ifadə edərdiniz? Adam o sən dediyin məqamda və sən dediyin məkanda onu o saat hiss eləmir. Mən Fuad o sözü dilinə gətirməyənə qədər heç mən onu hiss eləməmişəm. O ki qaldı, mən həssas adamam, yəni həssaslar qrupuna aidəm də, hiss eləməmişəm. Amma nəysə belə bir adamı bir belə meh vurur deyə və bilmirdin o nə idi, sən demə elə buymuş. Fuad onu dilinə gətirəndən sonra Fuadcıq, mən bildim ki, mən lazımam. Adam da biləndə ki, lazımdır, biraz özünü dartır, hə? Biraz yerişim dəyişir ki, mən lazımam, elə deyil. Yəni, o böyük stimuldur. Qızım, Allah onu bütün gözəl insanlara qismət eləsin ki, insan, özdə Fuad nəhəklikdə bir insan, mənə güvənir şeyini gör, mən nəyimi belə çıxırım, mən özümü demirəm. Kimi çatdıra bildim də, biləndə və yaxud duyanda ki, sənə güvənənlər var. O güvənənlərin hamısının neçə qatı boyda sənə güc gəlir, stimul verir, deyirlər ha. Bax, elə bir şeydir. Ondan da gözəl. Özdə bir güvənməyin də müxtəlif növləri var. Bir var güvənirsən ki, gedəcəm, filan gecə deyəcəm, mənə 10.000 pullarımda onu verəcək. Amma məişət güvənməkdir. Bir də var ki, mənəvi cəhətdən ki, güvənirsən ki, ən ağır vaxtında Fuad deyən kimi pəncərə var. O pəncərəyə baxacam, orada özümə uyğun bir adamın yaşadığını görəndə dünyanı vecimə almayacağım. Bax, bu güvənmək, qızım, bu ilahi bir güvənməkdir. Mən arzu edirəm, Allah bunu hamıya qismət eləsin. Amin. Sənə də. Təşəkkür edirəm. Nadirə də. İnsan həvəsi öləndə ölür. Belə bir fikriniz var. Ümumiyyətlə, Azərbaycan ədəbiyyatında həvəsi nə öldürür və yaxud diri saxlayır? Mən bunun biraz cavabı konkretdir, mən də konkret cavab verəcəm. Dediniz ki, Azərbaycan ədəbiyyatında həvəsi nə öldürür? Əgər o həvəs anadan gəlmədirsə, süni və saxta deyilsə, o həvəsi heç kəs öldürə bilməz. O həvəs sahibindən də bəlkə 1000 il sonra ölür, bəlkə də ölmür. Həvəs sahibindən 1000 il sonra ölür, bəlkə də ölmür. Yəni, həvəs elə əslində yaşayış, həyat, kainat, dünya, qalaktika, elə hamısı həvəsdir də.
Bax, mən bugün Mərdəkəndən bura həvəslə gəldim sizin görüşünüzə. Həvəs qutaranda, deməli, sən ondan da hələ neçə vaxt qabaq qutarmısan, sadəcə xəbərin olmuyor. Hər şey həvəsləndir. Xırda şeylərdə, böyük şeylərdə. Allah heç kəsi həvəssiz eləməsin. Amin. Yenə sizin fikirlərinizə istinadən belə bir sual yarandı məndə. Deyirsiniz ki, həvəs insanda əvvəldən olmalıdır və o həvəsi heç nə öldürə bilməz. Məsələn, mən xatırladım söhbət əsnasında Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığında belə bir fikir var idi ki, o yaradıcılığının ömrünün son illərində o əlyazmalarını yandırmaq məcburiyyətində qalırdı. O qədər əsəbləri artıq korlanmışdı. Onun ətrafındakı insanlar çünki onu başa düşmürdü, yazdıqlarını başa düşmürdü. Bununla bağlı, məsələn, o həvəsi bəs necə diri saxlamaq olar? Necə eləmək olar ki, Cəlil Məmmədquluzadə kimi hazırda yazanlar, yazıçılar əsərlərini yandırmaq məcburiyyətində qalmasınlar? Siz həvəs o qədər böyük bir anlamdır, böyük bir gücdür, böyük bir nüvvədir ki, insan onu saxlamaq iqtidarında deyil. Ən azı ona görə ki, insanın özünü həvəs saxlayırsa, İnsanın, təkrar edirəm, özünü həvəs saxlayırsa, həvəs qoruyursa, həvəs bəsləyirsə, həvəs güc verirsə, insan həvəsə nə edə bilər? Heç nə. Bilirsiniz necədir? Bax, elə bil ki, həvəs həddi buluğa çatmış, yox, belə orta yaşlı müdrik bir insandır. İnsan da təzə dilaşmış körpədir. O təzə dilaşmış körpə, o 45 yaşında müdrikə nə eləyə bilərsə, insan da həvəsi o cür qoruyub saxlaya bilər. Həvəsi qorumaq mümkün deyil. Həvəs ərazi deyil onu qoruyasan. Həvəs ad deyil, adını qoruyasan. Həvəs şərəf də deyil, şərəfini qoruyasan. Bunların əslində hamısı həvəsin törəmələridir. Həvəsdən törəyiblər. Həvəs olmasa, onların heç birisi olmaz, düzdürmü? Bəli. Bu qədər. Siz ədəbiyyat dünyasının tanınmış insanlarından birisiniz və dil təəssübkeşisiniz həm də Azərbaycan dilinin və belə bir fikir səsləndirmisiniz müsahibələrinizin birində ki, dilimiz hazırda reanimasiya vəziyyətindədir. Bir qələm əhli olaraq bu fikirlə bağlı bunu öyrənmək istərdim ki, bu bir əslində xəbərdarlıqdır dilimizlə bağlı, ciddi bir xəbərdarlıqdır. Bəs dilimizə bu diaqnozu qoyduran səbəblər hansılardır? Efirlər və sosial şəbəkələrmi, mütaliə azlığımı, türk, rus və s. dillərə meyl eləməkmi? Nə ilə əlaqələndirərdiniz bunu? Təxminən sizin bu sualınızda cavab da var. Axırda saydına filanlardırmı? Onların hamısıdır. Amma onların içində də, dırnaq içində götürsək, lider var da, qabaqda gedən. Azərbaycan dili, bəli, mən demişəm ki, reanimasiya vəziyyətindədir. Ona əsaslanmışam ki, mən deməli 65 il təxminən sözlə işləyən bir adam kimi bu qərara gəlmişəm çoxdan. Bir təxminən 20 il qabaq ki, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir. Bu işin içində olanlar deyər ki, Seyran düz deyir. Amma bundan uzaq olanlar, 1 millimetr uzaq olanlar deyir ki, bu nə danışır? Cümlə qurmaq hara, dövlət qurmaq hara. Bu belə. Mən fonu deyirəm. Və bu fonda əlavələrim də bundan ibarətdir ki, mən balam deməli, burada Azərbaycan dilinin reanimasiyaya düşməyində bir nömrəli əjdaha kimi gecə-gündüz işləyən dırnaq içində Azərbaycan televiziya məkanıdır. Hətta mən sizə deyərəm ki, televiziya məkanında gedən verilişlərin, bunu mən deyirəm, məsuliyyətini daşıyıram, razı olmayanlar məni məhkəməyə də verə bilərlər. 95-97% təmiz Azərbaycan dilində deyil. Təmiz Azərbaycan dilində deyil. Birisi nətərdir? Dil elə bir var dövlətdir ki, mən bu müqayisənin özü də nöqsanlıdır. Dil var dövlətdə öylədir,
var dövlətdən çox-çox qarşıydı. Dil əslində millətin silahıdır. Ən güclü silahdır. İnsanın ən güclü silahı dildir. O deyir, belə bir söz var. Seyran Səxavətin sözüdür. Azərbaycan xalqının sözü deyir. Filan kəsin dili ilanı yuvasından çıxardar. Bəh, 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 bəh. Sən dildə gücə bax. Sən dildə gücə bax. Yəni, Azərbaycan televiziya məkanı 98% günah ondadır. 2% bax, tərcümə olunan filmlərdə, çəkilmiş seriyalar filmlərin dilində. Canım sənə desin, o televiziya dilində, sonra sosial şəbəkələrdə artıq başlayıblar. O, indi sən xanımsan, orduda belə bir komanda verirlər. Sağa bax, düzlən. Sırayla düzülür əsgərlər. Sağa bax, düzlən. Belə. İndi Azərbaycan xalqı qadasını aldığında televiziyaya baxır və dırnaq içində düzlənir. Televiziya dili qızım bu saat. O ənlik kirşan deyirlər, siz bilirsiniz. Ənlik kirşanlı bir dilə çevrilib. Əzilib büzülər. Əzilib, mənim dilim kişi dildir. Kişi kimi bir dildir. Yaxşı kişi görəndə, adicə məişətdə. Kişidir, boy, buxun, maşallah, lay divar kimi kişidir də. Heykəlli kişidir, amma danışanda əzilir, büzülür. Xoşuma gələr, ürəyin qalxacaq. İndi Azərbaycan dili ənlik kirşanlı bir dildə danışır. Sığallı, tumarlı bir dildə danışır. Azərbaycan televiziya məkanının dil mikrobları artıq bir virüs kimi xalqın arasında yayılıb. Məsələn, misal. Bu misalı mən tez-tez çəkirəm. Məndə bir 30 minə qədər misal var. Yazmışam, mən bu işlə məşğulam. Deməli, deyir ki, bir oğlan da kənd adamıdır. İntervyu verir televiziyada. O artıq televiziya dilində danışır. Bu aparatı görən kimi özünü yığışdırır, dil getdişini dalınca başlayır sığallı, tumarlı danışmağa. Gör nə deyir? Qızım, əgər mən səhv deyirəmsə, etiraz elə, nə olar? Mən Allahın bağışçısı oğlu deyiləm. Allahla qohumluğum zadım yoxdur. Sevirəm sadəcə Allahıma. Deyir ki, mənim telefonuma zəng daxil oldu. Adam qapıdan içəri daxil olar, zəng daxil olmaz. Telefonum zəng çaldı. Lap telefonum zıngıldadı. Bu, ondan yaxşıdır, zıngıldadı. Ki, ananız Bakı Qazax yolunun nə bilim neçənci kilometriyində avtomobil qəzasında iştirak etmişdir. Kim körüldü sürətdə qəzada iştirak edir? Ənlik kirşanın nəticəsinə bax. Mən hələ yaxşı deyirəm, indi kağız burada olsa deyərdim. Mən özümü hadisə yerinə yetirdim, anama baxış keçirdim. Ana, nə baxış keçirdin? Harasına bax keçirdin. Bu nə söhbətdir? Bu Azərbaycan dilidir, mən sizdən soruşuram. Siz də dillə işləyirsiniz. Əlbəttə ki, yox. Yox, düzdürmü? Bəli. Və yüzlərlə misal çəkərəm. İsrafçılıq edirik. Məsələn, 2 sözlə deyə biləcəyimiz mətləbi 6-7 sözlə. Məsələn, tütün məmulatının istifadəsi sizin sağlamlığınız üçün zərərlidir. 7 söz getdi, tütün zərərdir. 2 söz getdi, həmən mənadan da hələ biraz yaxşıdır. İsrafçılıq baş alıb gedir. İsrafçılıq və həmən o israfçılıqdır ki, həmən o dilimizdə yaranan israfçılıqdır ki, o israfçılıq dilimizdən qızım sürüşdü, düşdü məişətimizdə. Yas yerlərimizdə, stolun üstünə baxırsan da və toylarımızda. Bax, həmən dildə olan israfçılıq istənilən xalqda əvvəl dildə yaranır, sonra sürüşür, düşür məişətə. Məsələn, bilirsiniz, Azərbaycan dili o qədər zəngin, o qədər əzələli, o qədər sərrast, o qədər estet bir dildir ki, onu bu hala
onsuz da sala bilməyəcəklər. Amma cəhd eləmək günahdır. Məsələn, bizim fərq var da, hər dilin özünün prinsipləri var. Məsələn, bizim dilimiz həm də böyük estetdir. Ta ki, məsələn, rus dilində adama da kim deyirlər, kto. Başqa bir canlıya da, lap uzun qulağa da kim deyirlər. Amma uzun qulaqla adamla fərqi var, düzdür. Amma bizdə adam kimdir, uzun qulağa nə deyirlər, düzdürmü? Bu estetdir, ha bu. Elə-belə deyil. Məsələn, televiziyada deyir ki, bu da mənim 30 min faktlarından biri. Bir fərq var. Yəni, bu dilin estetikasını deyir ki, marallar çox tez hamilə olurlar. Televiziyadan gələn cümlədir. Ay, bədbaxt jurnalist, ay, bədbaxt televiziya məkanı və o məkanın iri boynuzluları, xahiş edirəm bunları saxlayarsınız. Maral hamilə olmur. Maral heyvandır, dörd ayaqlıdır. Hamilə bizim analarımız olur, qızlarımız olur, bacılarımız olur. Bunların da 2 ayağı var. Acaba 4 ayaqla 2 ayağın fərqi yoxdur. Maral boğaz olur. İnək də boğaz olur. Acaba maral da hamilə olursa, anamız da hamilə olursa, deməli, anamızla maralın, marala manıza gəldi. İnəyin fərqi yoxdur. Dilin estetikasını duydun mu mənim balam? Bəli. Yəni, dilin vəziyyəti son dərəcə ağlamalıdır. Hətta mən bunu məlumat üçün deyirəm. Düzdür, bunu qısqanırlar. Dili müdafiə eləmə, cümlə qurmaq, dövlət qurmaq qədər çətindir ifadəsinə qısqanclıqla yanaşırlar ki, niyə bunu seyran deyir? Mən dilə görə deyirəm də. Mən bunu dilə görə deyirəm də. Mən deməli, qızım, bu münasibətinə Mətbuat Şurasında, Azərbaycan Yazıçılar Birliyində orada ki, Akademiyanın Nizami adına ədəbiyyatın üstündə, Akademiyanın dilçiliyin üstündə, Dövlət Dil Qurumu yanında monitoring şöbəsində və xahiş eləmişdim Milli Məclisin Mədəniyyət Komitəsi və Akademiyanın ümumi yığıncağında mənim təşəbbüsümlə dillə bağlı məruzə eləmişəm. Gör neçə yerdə. Bu igidlik, qəhrəmanlıq deyil, bu borçdur. Elə bir, sən mənə pul vermirsən, məsələn deyirəm. Mən borcunu qaytarıram. Bu borçdur, dil qarşısında borçdur. Və yolunu da göstərim. Tənqid eləmək asandır həmişə, düzdürmü? Bəli. Mən yollarını da göstərdim ki, necə eləmək lazımdır. Nəzərə alaraq ki, bu işin bir nömrəli təqsirkarı Azərbaycan televiziya məkanıdır. Mən təklif eləmişdim, onun qarşısını necə almaq olar. Bir qrup yaradırıq, mən özüm də orada təmənnasız iştirak eləməyə hazıram. Hər ay bir televiziya kanalı üzrə növbətçilik eləyirik. O nöqsanları qeyd edirik təbii və televiziya rəhbərinin nəzərinə çatdırırıq. Yazılı surətdə. Bu nöqsanlar davam eləyərsə, eləyir, hər gündə üstünə gəlir bu gündə. Biz o televiziyanı rəmzi olaraq 100 manat cərimə eləyirik. Yenə davam eləyərsə, biz o televiziyanı 1 milyon manat cərimə eləyirik. Və yenə davam eləyərsə bu, dilimizə qarşı bu nankorluq, başqa da yoxdur. Artıq o televiziyanın lisenziya məsələsini qoyulur. Necə baxsan? Yəni, bu bir təsir eləyər də, tədbir də, mən yolunu da göstərmişdim. Amma hələ ki, bir şey yoxdur. Akademiyada bir akademik deyir ki, yox, o qədər də pis deyil, dilimizin səsi BMT-dən gəlir. Şu var. Baxır o səs orada necə gəlir. Səs var cırıldayır, səs var Şələbinin, Müslüm Maqamayevin, Cabbarın, Yaqub Məmmədovun səsi kimi gəlir. Səs baxır gəlməyə. Bir və zığıldayırsan, bir də var kişi kimi danışırsan. Siz çox təfsilatlı şəkildə dilimizdəki problemləri və həll yollarını bildirdiniz, qeyd elədiniz.
Biraz da sualı genişləndirmək istəyirəm ki, ədəbi dilimizi sağaltmaq üçün təbib rolunu oynayan dediniz ki, televiziyalarla işləmək lazımdır mütləq şəkildə. Amma dil daşıyıcıları var və o daşıdıqlarını öyrədənlər var. Məsələn, müəllimlər, yaxud jurnalistlər, yazıçılar, şairlər, yaxud elə oxucuların özləri. Bəs digər insanlar necə təbib rolunu oynaya bilərlər dilimiz üçün? Hə, yenə deyirəm, bu da çox belə ortada olan bir deməli, məntiqdir. Ancaq televiziya. Bayaq dedim axı, qurban sənə. Bəli. Dedim ki, artıq Azərbaycan xalqı başlayıb televiziyaya bax, düzlən. Artıq televiziya dilidir. Hətta mən o məruzəmdə belə bir yaxşı yadıma saldı. Çox sağ ol mənim balam. Orada bir yer demişdim ki, əgər belə getsə, Milli Məclis gələ təzdən yığışa və orada çox məşhur o konstitusiyamızda ən məşhur, ən lazımlı bənd var ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Onu yığışdırmaq lazımdır, yerinə yazmaq lazımdır. Azərbaycan Respublikasının dövlət dili Azərbaycan televiziya məkanının dilidir. Nə qədər jurnalist istehsal edir bu televiziyalar. O belə reportaj aparanlar var ya, gedib hardansa hiçbir sözü bu cüzde danışmır. Hiçbirisi. Sıxallı, tumarlı, enli kirşanlı. Hatta ben biraz da derine gitmiştim, o məruzədə demiştim ki, deyəsən bu dili mən geceler Tbilisi prospektində peyda olan üzdən ıraqlarla bir yerde görürüm. Belə vəziyyət son derece ciddi. Anlayıram. Növbəti sualım isə siz artıq 23 mart tarixində yeni yaşınıza qədəm qoyacaqsınız. Kifayət qədər uzun bir ömür yoludur, həm bir qələm əhlinin nümayəndəsi olaraq, həm bir insan olaraq. Əgər bir gənc sizə bugün yaxınlaşsa və məsləhət istəsə, ona nə deyərdiniz bu yaşda olan bir insan kimi? Bilirsiniz, bu suala mənim özümün cavabım var. Əvvəla onu deyim ki, mənim balam, mən ömür boyu bugündə. Bak gözümə bax, gör, səmmiyəm yoxsa səmmi deyiləm. Ömür boyu bugündə mən elə məsləhət aldığıma görə həmişə heç məsləhət verməyə mənim vaxtım olmuyor. Bu bir. İkinci, insan, belə bir deyim var, bunu hamı bilir, deyir ki, insan ömür boyu ölene kadar öğrenir. Eşitmişsən, hamı eşitir, bunu bilir. İnsan ölene kadar öğrenir. Ben de ondan razıyım o fikirlə. Ama ona bir balaca əlavəm var. Bir çıqqılı Qarabağlar demişkən əlavəm var. Ben de deyirəm, bəli, təsdiq edirəm. İnsan ölene kadar öğrenir. Vergül. Ama ölende de ölmeyi öğrenir. Mən razısam, məndən razı deyilsin. Bəli. Öləndə də ölmək öyrənir. Öyrənmək lazımdır. Bu belə, əgər səmimi cavab istəyirsənsə, qeyri-səmimi istəsən də mən səmimi cavab verəcəm. Məsələn, indiki gəncliyə mənim verəcəyim məsləhətim yoxdur. Bilirsiniz hansı mənada? O mənada ki, mən nə özümü, nə də sözümü çöldən tapmamışım. İndiki məsləhət, qabaq deyirlər, filan kəsin öğüt batan yerinə söğüt batır. Qarabağda belə bir misal var. İndi gərək məsləhət həm də öğüt vermək deməkdir də, belə bir sözümüz var, öğüt. Bəli. Elə deyil. İndi biraz çox çətindir. Bilirsiniz, bax bu telefonzad gəldi də. Bu çox gözəl bir ixtiradır. Amma milli şuuru sıfırdan aşağı olanlar için felakettir. Milli şuuru sıfırdan yukarı olan için büyük bir vasıtadır. Bu internet falan. Bizim, mən fikir verirsiniz, vermişsiniz. Mən ictimai nəqliyyatı sevirəm. Mən Darxanda ictimai nəqliyyata verirəm. Avtobusa, metroya görürəm. Bax, xahiş edirəm, nə vaxt metroya minsəniz,
avtobusa minseniz bakın görürsünüz oturanların 70% yatır. Bir 15% de telefonunda yarı yıkılı böyle bakabilir. Bu milletin portreti diye. Bildin? Bəli. Hatta fikirləşdim bir hikaye yazım. Bir avtobus halk. Böyle bir. Yani bu hamısı milli şuurun aşağı olmağıyla bağlı. Ben bunu defalarla devlet televizyasında, başka kanallarda da demişim. Milli şuurda niye aşağıda milli şuurun tənzimləyəni yoxdur. Milli şuuru nə təmziləyir mənim balam? Milli şuuru təhsil tənzimləyir. Təhsil özü can hayındadır, öz canının hayındadır. O bir misal var, gene xalqdan misal çəkməyi xoşlayıram mən. Deyir ki, keçid can hayındadır, qəssab piyaqlar. Son olaraq sizdən şeir eşitmək istəyərdik sizin ifadanızda, özünüz, öz səsinizlə. Məhəbbət şeiri də oxuya bilərəm. Bizim nəsil, ədəbi nəsil. Allah bərk əli ilə vermişdi onlara. İndi onlar Azərbaycan ədəbiyyatında dağ boyda kişilərdir. Tofiq Hüseyin var, Ramiz Rövşən var, Sabir Rüstəmxanlı var, Tofiq Abdin var. Saymaqla qutarmaz da yəni belə. Deməli, bu ama indi siz bilmem hani məhəbbət şeiri istəyirsiniz yoxsa nədir? Bəlkə elə bir məhəbbət şeiri çox oxuyuruq. Bəlkə biraz elə bir ciddi. Qəlbinizdən nə gəlirsə. Hə. Deməli bizim ədəbi nəsil hələ Sovetin vaxtında belə qadağan olunmuş mövzularda şeirlər yazırdılar. Arazdan, Təbrizdən, Cənub Azərbaycandan, nə bilim Rus işğalından. Mənim dostlarımın hamısının elə var. Məsələn, istəsəz onlardan hərəsindən bir-iki misra deyim, sonra özüm bir şeir oxuyum. Olar mı? Məmnuniyyətlə. Məsələn, Əşrəf Veysəlli yazırdı ki, bu bizim o cənubla şimalı parçaladılar da, ona bir bəndi deyəcəm. Deyir ki, hanı qoç Koroğlu, hanı qoç Nəbi, yağlar başıma qılınç yendirir. Bölüb vətənimi sigaret kimi hələ bir tərəfdə tüstüləndirir. Fars orada, Rus burada. Kızım bunu Sovet vaxtı yazılıb ve adamı dara çəkərdilər. Və yaxud Kasigin yadındadır Moskvadan Tehran'a gitmişti. Bizim Ramiz Rövşən yazmıştı ki 100 illik ayrılıq, 100 illik həsrət, ürək dincəlmir, ürək yatmır. Moskva Tehran'la görüşür. Fakat Bakının Təbrizə əli çatmır. Bildin mi? Bəli. Yani bizim o günde hamısını saymadan vaxt yoktu. Uşaqlar, mesela Tofiq Abdin vardı, Cənub poeması yazmışdı. Ha. Yani uşaqlar hamısı, mən özüm də. Mən özüm, mesela bilirsiniz də Gülüstan və Türkmençay müqaviləsinə əsasən bizi iki yerə parçaladılar, şaqqaladılar. Və o vaxt mən deməli Rus dil dərsində töhmət vermişdilər. Haqsız yerə. Rus dilinə də bir qəribə o vaxt Rus dili deyəndə biz əsarət, Rus filan da belə bir qəribə vətənpərvər bir allergiyamız vardı da, belə deyək. Və mən sonra Rus dil dərsində mənə töhmət verdilər. O vaxt Komsomolzadda çox cəld idi. Artıq 15 dəqiqə Divar qəzeti mənim orada şəkilim, belə də gülməli şəkilim, karikaturam. Növbəti dərs xoşbəxtlikdən Azərbaycan tarixi dərsi idi. Çox qeyrətli bir Şamil müəllimimiz vardı, Azərbaycan tarixi. Mən arxada oturdum, o şeiri yazdım, Töhmət adında, mənə töhmət vermişdilər. Özdə yazdım ki, bu şeiri Bəxtiyar Vahabzadənin Gülüstan poeması var deyə məşhur. Onu həsr eləmişdim. Onu oxuyaram sizin. Buyurun. Deyir, bir gün tələbəyə töhmət yazıldı. Yazdılar bir dərsi pozduğu üçün. Fikirlər beynimdən yenə sızıldı, eşidin dərdimi 2 gün, 3 gün. Mənim kamanımda, sədəfli sazda,
Tarda töhmətləri simlər öyrədib. Canlı insanlara cansız kağızda bəs töhmət yazmağı kimlər öyrədib? Bilmirəm ha qardaş, bu necə işdir, gərək biz hay salaq bütün cahana. Töhmət dedim, yadıma düşdü. Araz da töhmətdir Azərbaycana. Dağlar zirvəsindən qopub elə bir, yollar bağlanıbdır, gələ bilmirəm. Töhmət qeyrətimə hopub elə bil. Necə yazıblarsa silə bilmirəm. Yağılar töhməti yazıb, göndərib. Babam hansı səmtə yozub görəsən. Bəs mənim xalqıma kim töhmət verib? Xalqım hansı dərsi pozub görəsən. Seyran Səxavət 19 yaş. İstəsəz birində oxuyaram. Buyurun, əlbəttə ki. Yox, yəni, bizə çox maraqlıdır sizin. Hə, çünki o vaxtın şeirlərdə, yəni bu həm də mən bu şeirləri oxumaqla özümün və mənsub olduğum ədəbi nəslin, mənim balam, hansı kök üstündə pis yaxşı özümüzə görə böyüməyinin mənzərəsini yaradıram. O vaxt bir Girəv axtarıram şeiri var, onu da oxuyum. Buyurun. Hətta bu şeirə görə məni ora-bura da o vaxt çağırmışdılar, tələbə var. Deyir, yenə fikirlərimlə ürəyimi yeyirəm. Mana tərəfdə baxın, görün mən nə deyirəm. Deyirəm ki, zalımın nə zamansa doğulmuş nəvəsini boğmağa Girəv axtarıram. Mən öz fikirlərimlə yağış olub dünyanın hər yerinə yağmağa Girəv axtarıram. Tək bir otaqda yanan 10 işıqdan 9'un üfürüb keçirməyə Girəv axtarıram. Qanla keflələnləri kir kimi içməyə Girəv axtarıram. Yersiz tikilmiş evləri uçurtmağa, kimlərisə hardansa, harasa köçürtməyə Girəv axtarıram. Mən öz doğma xalqımın ürəyində qalmağa, Araz adlı çay üstə böyük körpü salmağa, əli qabarlıların yekə qarınlardan intiqamını almağa Girəv axtarıram. Çoxlarının qəlbində yaşayan fikirləri, bir qarışqa yükünü daşıyan fikirləri uçurdub söktürməyə Girəv axtarıram. Ermənilər dağdan, keçən əsrin hələ əvvəlində, ermənilər dağdan, bax o yazıq Şuşanı yerindən tikdirməyə Girəv axtarıram. Tüpürmək istəyirəm o ölüm düyməsini hər an basmaq istəyən topal olmuş barmağa, bəzən nahaq yazılmış şeir kitablarını öz əlimlə cırmağa Girəv axtarıram. Mən bəzi insanların əl fonunu almağa, bəzi redaktorların anasını ağlar qoyub telefonunu almağa Girəv axtarıram. Tələbəyəm, neyniyim? Bəzən dərsdən qaçmağa, bir də sevdiyim qıza, o zalım balasına ürəyimi açmağa Girəv axtarıram. Ruhsuzların ruhunu çeynəməyə, soymağa, Köroğlunun Babəkin heykəlini qoymağa Girəv axtarıram. İnsanlar arasında qoy olmasın, qul, ağa, mən Gəncə şəhərinin adını qaytarmağa Girəv axtarıram. Hər amallı niyyətə, bütün bəşəriyyətə ürəyimi verməyə, bu Girəvə şeirimi bir gün çap etdirməyə Girəv axtarıram, Girəv axtarıram. Seyran Səxavət 19 yaş. Təşəkkür ederim, minnətdarım dəyərli müsahibə üçün. Çox sağ olun. Buyur. Çox sağ olun.